kəndirdən ibarət olan pilləkən idi. Oranı mən rahatlıqla keçdim. Hətta orada o qədər özümə əmin idim ki, akrobatik hərəkət eləyərək oranı dəf elədim. Nə qədər istədim mən onu keçəm, amma o da güclü bir rəqib idi. Çətin oldu keçmək. Orada zirehli gödəkçə bizə çox maneələr törətdi. Bir zirehli jiletin ağırlığı, 2 jiletdəki daraq cibləri. Dəmir pilləkən var ki, dəmir pilləkəndən sonra taxta maneəsi var idi. Oradan keçmək üçün bir neçə dəfə cəhd elədim, düzdür. Mən oranı sonunda keçdim. Ən çox da orada mənə maneəsini törətdi. Mən rəqibimdən çox gec qaldım. Quyu vardı, quyunun içi su ilə doluydu və daraqlar oradaydı. Mən əlimi atıb suyun içində onları daraq zənn edib çıxardanda, əslində onlar daraq deyildi, daş idi. Sonra mən daraq axtarında biraz vaxt itirdim. Orada çətinliyim olmadı mənim. O quyuda paltarın islanır. Bəli. Və ondan sonra islanmış paltardan yorulmuş bədənlə o quyudan çıxmaqdır. Bu həqiqətən çox çətindir və Çəki sən girəndə əgər məsələn 70 kiloydusa, çıxanda artıq 120 kilosun. və qəsdən biz o hovuzu yarıya qədər doldurmuşuq. Məsələ burasındadır ki, su tam dolu olanda o rahat çıxacaq.
mən 5 mərmi ilə 5 hədəfi məhv edə bildim. Elə bilirdim, yarış məni yormayacaq, amma dəqiqə ilə Quran get məni çox yordu. Həmçində o suya gələndən sonra bütün hərəkətlər ıslaq vəziyyətdə icra olunur, ona görə də maneələr səni yuvadır. Çətin oldu mənim üçün. Orada bir maneə var idi ki, bir neçə dəfə cəhd elədim. Ən axırıncı cəhddən sonra, 2 dəfə, 3 dəfə cəhd edəndən sonra o maneəni keçdim. Çətin oldu, amma bu nöqtəsindən gəldim. Və ən əsaslı odur ki, 5 hədəf var idi, 5 mərmi var idi. Hər hədəfi bir mərmi ilə məhv etdim.